belli fasilədən sonra ilk oyunumuz idi. Birincisi əslində 5-10 dəqiqə bizim üçün çox fəal başladı. Amma sonra oyun biraz bizim üçün çətinləşdi və demək olar ki, ilk hissədə istədiyimiz hücumları qura bilmirdik. Rəqib üzərində istədiyimiz üstünlüyü yarada bilmirdik. Şükürlər olsun ki, müdafiədə etibarlıydı. Rəqibin əks hücumlarını qarşısına alırdıq. Hər hansısa bir qol epizodu vermirdik. Amma ikinci hissədə komanda xeyli fərqləndi, fəallaşdı və düşünürəm ki, olduqca çox vacib bir xal qazandıq. Bilirdik ki, rəqib əzmkar bir rəqibdir və son turlarda xüsusilə iddialı komandalarla məğlub olmur. Hər zaman iddialı komandalara qarşı yaxşı oyunu ilə seçilən, yaxşı nəticələrlə seçilən bir rəqibdir. Biz oyuna çox yaxşı köklənmişdik. Birinci hissə bizim üçün biraz ağır keçdi. Amma ikinci hissədə düşünürəm ki, hücumda daha effektiv idi və 3 qol vurduq və olduqca düşünürəm ki, vacib 3 xal qazandıq. Suallar. Təbii ki, çox sualımız var. Birinci şablon olsa, vasitədə nə dəyişdiysə, hansı tapşırıqları verdi ki, komanda ikinci hissədə lazım nəticəni qazandı və ikinci komanda qarşıda gərgin, çətin rəqiblərə gəldi, Qarabağ, Neftçi, yəni o gərginliyə hazırdır. Fasilədə daha çox ikinci hissədə daha fəal olmalıyıq hücumda. O tapşırıqları verirdik. Çünki 0-0 nəticə və bilirik ki, Şamaxının əks hücumları, mövqe hücumları, cinahdan asmaları, standart vəziyyətləri çox təhlükəlidir və hər an fərqlənə bilər. Və ikinci hissəyə fəal başladıq dərhal və uğurlu qollar alındı bizdə, birinci, ikinci qol. Ondan sonra oyun biraz bizim üçün daha da rahat keçdi. Və doğru qeyd edirsiniz, nəzərə alsaq ki, növbəti iki oyunumuz Qarabağla səfər, Neftçi ilə səfər oyunlarıdır. Bugün 3 xal qazanmaq olduqca önəmlidir. Qarşıdakı oyunlara hazırlaşacağıq, köklənəcəyik, çalışacağıq ki, oyunlarda xal və yaxud xallarla ayrılaq inşallah.